Salam, axşamınız xeyir olsun əziz tələbələr. Niyə axşamınız xeyir deyirəm? Menecer özü də belə gözümə baxdı ki, müəllim niyə həmişə hər vaxtınız xeyir deyir. Çünki bunu birazdan sizinlə paylaşacağam. Vergi orqanlarına hazırlaşan əziz tələbələrimiz üçün göndərəcəm bu videonu. Dəyərli tələbələr, bilirsiniz ki, imtahana çox az vaxt qalıb. Təxminən hesablasaq 25 gün. 25 gün böyük bir rəqəm kimi də görünə bilər, kiçik bir rəqəm kimi də görünə bilər. Baxar hansı prizmadan yanaşırsınız. Və əminliklə sizə deyə bilərəm ki, 25 gün imtahana hazırlaşmaq üçün tam ideal vaxt olmasa da, çox şey etmək üçün yetərli vaxt. Və ən əsas məsələ, əgər düzgün istiqamətlə gediriksə, niyə də olmasın? Əgər siz istiqamətiniz doğrudursa, əgər sizin hazırlaşdığınız sistem doğrudursa, hər şeyin ən yaxşısını etmək olar. Heç kim nə sizdən artıq deyil, nə də əksik deyil. Burada birinci dərəcəli məsələ bizim qarşılıqlı şəkildə bir-birimizə dəstək olmağımız, bir-birimizə inanıb yolumuza davam etməyimizdir. Əmin ola bilərsiniz ki, keçdiyimiz hissələr imtahanı tam şəkildə əhatə eləyir. Hətta ola bilər ki, sizin Telegram suallarında və yaxud da ki, sınaqlarımızda gördüyünüz suallar olduğu kimi qəbulda qarşınıza çıxa bilər ki, bu bir neçə dəfə baş verib. Yəni, bir sözlə, siz sona qədər özünüzə inansanız, hər şey çox yaxşı olacaq. Bu videonu motivasiya üçün çəkmirəm. Sadəcə olaraq içinizdə yatmış olan səni oyatmağa çalışıram. Əmin ol ki, heç nə üçün gec deyil. Bilirəm, arada hansısa bir dostun yığacaq səni, gəl çıxaq görüşək, nə qədər evdə oturmaq olar, nə qədər oxumaq olar, boş məsələlərdir. Bugün sənin üçün lazım olan yaxşı hazırlaşmaqdır. Həyatının önəmli hissələrindən biri, gələcək karyeranda əgər bu sahə bir yer tutursa, deməli, sənin üçün bugün 25 gün həyati əhəmiyyət kəsb edir. AXC üçün necə Osmanlının ordusu həyati əhəmiyyət kəsb edirdisə, bu 25 gündə sənin üçün elə həyati əhəmiyyət kəsb edir. Və burada əsas məsələ sona qədər inanıb, sona qədər hazırlığı davam etdirməkdir. Mən sizə lazım olan istiqamətləri də verəcəm. Hər bir qrupda lazım olan məsələlər üzrə əlavələrə də baxacağıq. Əsas dediyim kimi, siz inanıb yola davam etməyinizdir. Bezməyin, tükənməyin, heç nədən özünüzü yükləməyin, düşünməyin ki, yox, gecdir, mən bacarmayacam, belə bir şey yoxdur. Əgər biz bu yola çıxmışıqsa, ən yaxşısı nədirsə, onu etmədən dayanmırıq. Və hər birinizə də inanıram, güvənirəm, hər birinizin xətrini çox istəyirəm. Əlimdən gələn daha yaxşısını etməyə çalışacağam ki, ən sonda sevinən tərəf biriniz yox, hər biriniz olacaqsınız. İnşallah buna inanaraq yolumuza davam edirik. Sağ olun. Birazdan sizlər üçün videolarda paylaşacağım. Həmin faydalı videoları YouTube'da izləməyi unutmayın ki, nələrsə yeni öyrənəcəksiniz. Sağ olun. Hələlik.